Bəli, Vaşinqtondakı Qrönlandiya sammitinin nəticəsiz başa çatmasından cəmi 7 saat sonra bu baş verdi. Avropadan ilk xüsusi və kəşfiyyat əskərləri gecə vaxtı Qrönlandiyaya indi. Danimarka ordusunun Herkules hərbi təyyarəsi gecə vaxtı paytaxt Nuuk şəhərinin mülki hava limanına indi. Təyyarənin içərisində 2 avtobus əskər, bunlar yalnız Danimarkalılar deyildi. Əskərlər Nuuk'un kənarında yerləşən Danimarka Silahlı Qüvvələrinin Arktik Komanda mərkəzinə çatanda məlum olub ki, təyyarədə həmçinin Fransadan olan zabitlər və əskərlər də var idi. Demək olar ki, eyni vaxtda ikinci Danimarkalı Herkules təyyarəsi baza üzərinə eniş elədi. Hər iki təyyarə identifikasiya və radar sistemi söndürülmüş vəziyyətdə uçub. Qeyd edeyim ki, beləliklə NATO-nun bir neçə ölkəsindən olan əskərlərin yerləşdirilməsi üçün qabaqcıl qrup artıq çatıb. Bu cümə axşamı Almaniyadan ilk 13 əskərdən ibarət kəşfiyyat qrupu da Qrönlandiyaya çatmalıdır. Bundan əlavə Niderland, Kanada, İsveç, Böyük Britaniya və Norveçdən olan əskərlər də yoldadırlar. Qrönlandiyaya gedirlər. Məlumatda belə deyilir. Almaniya Müdafiə Nazirliyi isə bildirir ki, Almaniya 15-17 yanvar 2026-cı il tarixlərində digər Avropa ölkələri ilə birlikdə Qrönlandiyada kəşfiyyat missiyasında iştirak eləyəcək. Daha sonra qeyd edilir, məqsəd bölgədə təhlükəsizliyin təmin edilməsində Danimarkaya mümkün hərbi dəstək üçün şərtləri öyrənməkdir. Qeyd edeyim ki, əməliyyat Kopenhagendən koordinasiya edilir və Birləşmiş Ştatların iştirakı olmadan həyata keçiriləcək. Almaniyada isə Müdafiə Nazirliyi və prosesə rəhbərlik edən kanslerlik iştirak edir. Və qeyd edeyim ki, NATO qoşunlarının yerləşdirilməsi bir neçə gün ərzində hazırlanıb, lakin qəsdən gizli saxlanılıb. İlk bölmələrin uçuşu isə Danimarka və Qrönlandiya ilə Birləşmiş Ştatlar arasında deməli Vaşinqtonda aparılan danışıqlar tam uğursuz olduqdan sonra baş verib. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.